Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Ulduz Reyting layihəsini təqdim etdirir. Davam etdirir. Layihə çərçivəsində növbəti ulduz sertifikatları təqdim olunur. Reyting təsnifatı 3, 4, 5 ulduz olmaqla aparılır. Detalları bizə əməkdaşımız Fidan Mədətova çatdıracaq. Salam Fidan, layihə çərçivəsində növbəti addımlar nə olub? Ümumiyyətlə, ulduzlar ictimai iaşə obyektlərinə hansı göstərişlər əsasında verilir? Söz səndə. Salam Gülşən, hər vaxtınız xeyir olsun. Beləsinə müəyyən qədər məlumatları verdiniz. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Ulduz Reyting layihəsi davam eləməkdədir və bu layihə çərçivəsində təbii ki, müəyyən göstəricilər əsasında ictimai iaşə obyektlərinə 3, 4 və 5 ulduz təqdim olunur. Bəs bu göstəricilər ümumiyyətlə nədən ibarətdir və digər detalların hər birini Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun şöbə müdiri Samir Mehralıyevdən öyrənəcəyik. Salam Samir bəy, ilk sualımız bundan ibarətdir ki, ümumiyyətlə bu layihənin üstünlüyü nədən ibarətdir? Təşəkkür edirəm. Qeyd etdiyiniz kimi, bugün artıq Qida Təhlükəsizliyi İnstitutu tərəfindən Ulduz Reyting layihəsi çərçivəsində növbəti qiymətləndirmə keçirilmişdir və 5 ulduzla qiymətləndirilmişdir. Və bu layihə çərçivəsində gələn müraciətlər əsasən belə deyək, müxtəlif ictimai iaşə müəssisələrindən gəlir və bunun həm sahibkarlar, həm də eyni qaydada müştərilər və həmin ictimai iaşə müəssisənin qonaqları üçün kifayət qədər üstünlükləri var. Hər şeydən öncə bu bir Ulduz Reyting layihəsi keyfiyyət göstəricisi ilə yanaşı, həmçinin eyni anda bir etibarlı seçim imkanı yaradır müştərilər üçün və müştərilər də bizim tərəfdən təqdim olunmuş ulduz reyting nişanları mövcuddur və həmin nişanlarda üzərində olan QR kodları oxudaraq həmin ictimai iaşə müəssisəsində hansı qida təhlükəsizlik standartlarının tətbiq olunmasını rahatlıqla görə bilərlər və təhlükəsiz qidalanmanın özləri öz seçimləri ilə edə bilərlər. Təşəkkür ederiz Samir bəy, çatdığınız detallı məlumatlara görə və bir daha vurğulamaq istəyirik ki, bugün artıq 3-cü restorana 5 ulduz təqdim olundu və son detallar hələ ki bu məsələ ilə bağlı bu qədər idi. Sözü yenidən sizə ötürürük. Təşəkkürlər Fidan. Xatırladım ki, bizimlə bağlantıda xüsusi müxbirimiz Fidan Mədətova idi. Elə bu informasiya